Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşib. Bu barədə Tarif Şurasından məlumat verilib. Məlumata görə elektroenergetika haqqında və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minəcək yeni qaz təchizatı haqqında qanuna əsasən istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilib. Qeyd olunub ki, elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçıların istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir deyə Tarif Şurasından bildirilib. Tarif Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və bir fazlı təchizat sxemi ilə elektrik istehlak edən qeyri-əhali istehlakçılar üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib. Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib. Qərar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minəcək.